Sizi salamlayıram. Bugün bizim artıq ikinci offline sessiyamız başlayıb və gördüyünüz kimi maraq çox yüksəkdir. Bizim iyul və avqust aylarında yeni bir offline sessiyalarımız olacaq və bu ay ərzində və növbəti 2 ay ərzində online sessiyalar planlaşdırılıb. Ümumiyyətlə bizə 30-a yaxın mentorlarımız var, hansı ki birbaşa proqram iştirakçıları ilə əlaqə saxlayırlar, mentorluq edirlər, təlimləri keçirlər. Və artıq biz görəndə ki, belə bir böyük maraq var və studiyaların sayı doğrudan da çox böyük idi. Qərara gəldik ki, bu inkubasiya proqramı davam olunmalıdır və bu il ərzində yeni bir proqramın açılışı ilə bağlı məlumatı sizlə bölüşərik. What makes the Xsola incubation program rather special and different from other programs in accelerators or incubators worldwide is our focus on the business elements of the teams. We believe that most of the teams are creative enough, have the technology and the ideas to make games, but what a lot of indie studios are missing are actually the business elements of it. How to optimize productions, how to manage teams, how to do boring things such as budgets, cash flows, and other potentially legal and business side of things that kind of get pushed aside. Bizim stüdyonun üzvlərinin illərlə oyun sektorunda həm incəsənətdə, həm proqramlaşdırmada təcrübəsi var. Lakin biz düşünürük ki, Xsola'nın bizə verdiyi kommersial təcrübə inanılmaz dərəcədə önəmlidir. Bu sessiyalar çərçivəsində biz Xsola'nın təcrübəli mentorları tərəfindən oyun biznesi barədə ətraflı məlumatlar və zəngin təcrübələr əldə etdik. Bugünkü görüşdə isə komandaların oyunlarının playtestingi baş verir. Bizim oyunumuz digər həmkarlar tərəfindən və mentorlar tərəfindən oynanıldı. Onların bizə verdiyi geri dönüşlər bizim üçün çox önəmlidir. Və bu geri dönüşlər bizim öz oyunumuzu daha uğurlu etməyimizə və daha yaxşı şəkildə tərtib etməyimizə imkan verəcək. Biz bura Dərsməz adlı layihə ilə qatılmışıq. İnkubasiya proqramına qatılmağımızın əsas məqsədi proqramın dəstəyi və köməyi ilə Dərsməz layihəmizi daha da uğurlu etmək və istifadəyə verməkdir. Mən oyun dizaynerim. Biz Gridshot oyunu yaradıq. O arena dinamik bir shooterdir və məncə çox yaxşı alınır. Biznes tərəfi isə öyrənmək üçün inkubatora biz qoşulduq. O qədər biz burada belə maraqlı, çox vacib bir informasiya öyrəndik ki, bəlkə də bir neçə il ərzində biz burada öyrətdiyimiz belə təlimləri biz yenə də təkrar edəcək beynimizdə və komanda ilə neçə aylarını biz müzakirə edərik.